Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Dünənki xəbəri təbii ki, hamımız izlədiniz və gördünüz ki, Amerikada çıxan xəbərlər bankçı stavkaları, yəni 4.50-dən 4.25-ə saldılar. Bu təbii ki, əvvəlcədən proqnozlaşdırılmışdı və nümayiş etdirilmişdi. Yəni xəbər çıxandan sonra bazar niyə belə hərəkət etdi və təbii ki, bir çoxları üçün maraqlı gəldi. İlkin olaraq xəbər çıxan kimi 4.25 olan kimi, yəni kütlənin əksəriyyəti 4.50-yə fokuslanmışdı və deyək ki, 4.25 çıxandan sonra bu Amerika üçün pis xəbər olduğunu zənn edərək, yəni alıcıların sayı çoxaldı və qiymət sürətlə yuxarı doğru istiqamətinə davam etdirdi ilkin 15 dəqiqə ərzində. Ondan sonra isə kütlə proqnozlaşdırıldı ki, baxdı ki, proqnozlara ki, amma aşağı çıxsa da əvvəlkindən sadəcə proqnoz, yəni verdikləri kimi çıxdı və bu Amerika üçün təbii ki, yaxşı bir xəbərdir. Çünki proqnoz nəyi vermişdilərsə, eləcə də oldu və dollar möhkəmlənməyə başladı. Yəni deyək ki, qızıl ilkin olaraq, yəni yuxarı doğru istiqamətində 20 dollar qalxsa da anidən ondan sonra 34 dollar aşağı doğru istiqamətinə davam etdirdim. Və biz nəzərə çatdırmışdıq ki, 3700'lərdən ilkin olaraq 30 dollar, 60 dollar, sonra isə 80 və 100 dollar aşağı doğru korreksiya verir. Təbii ki, 30 dollara korreksiya verdi, 60 dollara korreksiya verdi. Biz indi 80 dollar korreksiyasını gözləyirik ümumi olaraq 3700'dən. Yəni satış əməliyyatları təbii ki, bugün 3648'lərdən gələcək. Təbii ki, istiqaməti aşağı olacaq. Yuxarı olmaqdan olacaq bir müddət sonra, hətta çox üzr istəyirəm, 4000'dən də yuxarı olur. Amma ilkin olaraq korreksiya verməlidir. Alışları gəldidə isə 3667'lərdən sonra fikirləşməyə dəyər. Keçək biz Bitcoin'ə. Bitcoin dünən əslində o 3000 dünən günün ikinci yarısından 3000 dollar qalxışını 117'dən sonra etməli idi. Amma təsvir olsun ki, dərin bir korreksiyadan sonra 3000 dollar yuxarı qalxdı, yenidən 117'yə qalxdı. Amma 117'dən həmin bu impulsu vursaydım, təbii ki, qiymət hardasa 120-121'lərə qədər qalxardı. Təbii ki, ümumi istiqamət yuxarıdır. Biz bu həftə ərzində sürətli bir yüksəlişi gözləyirik. Keçək biz neftə. Neft yəni o qədər də bir sıçrayışla yaddaşlarda qalmadı. Ümumiyyətlə bu xəbərlər üçün neftin heç vecinə deyil. Amma əslində biz alış əməliyyatlarca 68-40'ları, satışlar isə 57-60'ları gözləməliyik. Keçək biz funtun dollar rəqabətinə. Xəbərdən sonra funtun dollar rəqabəti yeni bir maksimumə imza atdı. 600 pips qalxdı. Və sonradan, yəni təbii ki, bu da xəbərdən istifadə edib alıcıların sayı çoxaldı. Qiymət sürətlə yuxarıda 600 pips qalxandan sonra 1000 pips aşağı doğru istiqamətə davam edir. Bir müddət aşağı korreksiya edir. Yəni qısa bir müddətdə 1.35-400'lərə kimi, bəlkə də yəni 1.35-700'lər, 800'lər kimi, amma yenidən ümumi istiqamət yuxarı olacaq. Euro dollar rəqabətinə gəldidə isə Euro dollar rəqabəti də xəbərini istifadə edib 670 pips yuxarı qalxandan sonra 1100 pips aşağı endi. Təbii ki, bu da aşağı korreksiyalar 1.17-640'lar və 1.17-300'lərə kimi. Qısa bir korreksiyadan sonra yenidən yuxarı doğru istiqamətdən davam edəcək. USD frank, yəni dünən yazdıqsa biz Fibonacci sisteminin 161'ine qədər, yəni bundan aşağı formalaşmasını demişdik. Təbii ki, ondan aşağı keçdi və yenidən geri qayıtdı. Təbii ki, yuxarı korreksiyalar 0.79-300'lərə kimi olar. Yəni müvəqqəti qalxışdan sonra təbii ki, yenidən enəcək. Keçək dolların Yaponiya rəqabətinə və dünən biz 146-180'ləri dəstək xətti kimi demişdik. Ondan aşağı qırarsa, formalaşarsa 145-200'lərə kimi. Amma dünən 145-200'lərə kimi düşməsə də 145-400'lərə kimi düşdü. Yəni 200 pipsi orada bir, yəni plus minus ola bilər. Bu normaldır. Təbii ki, müvəqqəti qalxışdı. Qalxışdı, yəni xəbərdən sonra, yəni endi sonra qalxdı, müvəqqəti qalxışdı, yəni 147-600'lər, 700'lər kimi qalxandan sonra yenidən aşağı doğru istiqamətə davam edəcək. Keçək biz Nasdaq, S&P, Dow Jones, DAX-a, yəni biz demişdik ümumi istiqamət yuxarıdır, təbii ki ümumi istiqamət yuxarı oldu.
ilkin olaraq yəni aşağı gəlsələr belə yenidən yuxarı doğru istiqamətdən davam etdirir və dünən brokerlərin bir neçəsi demək olar ki 70%, 80%-i gaplə, boşluqla yuxarıda açıldı. Yəni sürətli 5 dollarla, elə brokerlər var 5 dollara yuxarıda buy stopları açdı. 5 dollar aşağı sell stopları açdı. Elələri var 10-15 dollar yuxarıda açdı buyları və 10-15 dollar aşağıda açdı selləri. Bundan biraz ehtiyatlı olun. Yəni 25 ildir bu sifədə mən hələ indiyə qədər görməmişəm ki, kimsə xəbərlərdə, özü Amerikanın xəbərlərində güllü miqdarda gəlir əldə eləsin. Çünki belə bir hərəkətdə yuxarı aşağı və aşağı yuxarı hərəkətlərdə çox təhlükəli olur. Yəni hər iki tərəfdən buy sell açılır və əksəriyyətə stop lossla və yaxud da ki, deyək ki, çox həyəcanlı dəqiqələr olur. Yəni emosiyalara sahib ola bilmirlər və sonunda itki ilə nəticələnirlər. Ona görə də çalışma lazımdır ki, xəbərlərə fokuslanmaq yox, ümumi istiqamətlə iş görmək lazımdır. Sağ olun, inşallah görüşmək ümidi ilə.